Bəli, bugün bir çoxumuzun çox da diqqət eləmədiyi, amma əslində hər birimizi birbaşa maraqlandıran bir mövzudan danışacağıq. Heyvanların identifikasiyası və qeydiyyatı məsələsindən. Bəlkə də sual olunur ki, bu nədir və mənə nə aidiyyatı var? Amma əslində çox aidiyyatı var. Çünki süfrəmizə gələn ətin, südün hardan gəldiyini bilmək, onların nə qədər təhlükəsiz olduğunu anlamaq məhz bu sistemdən keçir. Bəs bu sistem necə işləyir? Bununla bağlı qonağımız var studiyada. Qonağımız Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzləmə Mərkəzinin rəhbəri Yavər Məmmədovdur. Xoş gəlmisiniz Yavər müəllim. Xoş gəlmisiniz Yavər müəllim. Sağ olun. Gəlin elə bu ifadədən başlayaq ki, heyvanların identifikasiyası və qeydiyyatı nədir və bu proses niyə bu dərəcədə vacibdir? Çox sağ olun. Təşəkkür edirəm ki, bizim üçün vaxt ayırmışsınız və bizi dinləyən, bizə tamaşa edən bütün seyircilərimizə buradan salamı çatdırıram. Və ictimai televiziyada təşəkkürümü bildirirəm ki, bizə vaxt ayırıblar. Və bəli, bugün bizim gündəmimizi zəbt edən və hamının xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların və təsərrüfat sahiblərinin dilindən düşməyən bir ifadə var, identifikasiya. Bu identifikasiya anlayışına aydınlıq gətirməmişdən öncə istəyərdim ki, bənzər və bir oxşar modelləri diqqətə çatdırım. Bugün baxdığımız, ətrafımızda gördüyümüz hər bir şeyin bir qeydiyyatı və bir nömrəsi vardır. Anadan olanda uşağa fərdi identifikasiya nömrəsi verilir. Və bu ömürlük də ondan gedir. Bəli, ömürlük də ömrün sonuna kimi. Bu heyvanlarda necə olacaq? Ona yavaş-yavaş gəlmək istəyirəm. Əmlak alırıq, daşınmaz əmlak alırıq, qeydiyyatı alırıq. Avtomobil alırıq, dövlət nömrə nişanı alırıq. Ofisdə otururuq, əl vurduğumuz, toxunduğumuz bütün ofis ləvazimatları, inventarlar qeydiyyata alınır. Hətta avtomobilin özündə bilirsiniz, ban nömrəsi də qeydiyyata alınır. Və son zamanlar mən müşahidə eləmişəm, bizim şəhərdə, şəhərin mərkəzində artıq ağaçlara da inventar nömrəsi, bəlküarlar vurulur. İndi sual olmuş. Ətindən qida məhsulu kimi istifadə etdiyimiz və bizim mülkiyyətimizdə olan canlı və kənd təsərrüfatı heyvanlarının nə üçün qeydiyyat nömrəsi yoxdur? Axı onlar da hərəkət edir, daşınır, izlənilir və mülkiyyət hüququ vardır insanların onlar üzərində. Və bəli, bu yeni bir ideya deyil, yeni bir anlayış deyil. Tarixən olub, hətta qədim Yunanistandan, Romadan üzü bu tərəfə olub və Sovet dövründə də olub bu. Müasir Azərbaycanda da var. Bizim böyük aqroparklarımız və biz də bu məsələyə artıq uzun illərdir başlamışıq və proses gedir. Və məsələnin mahiyyəti ondan ibarətdir ki, zamanında bu tanınma yalnız mülkiyyət hüququnun tanınması üçün istifadə olunub. Ancaq bu günləri, bəli, məsəl üçün dədə-babadan biz bilirik ki, heyvana qırmızı rəng vururdular üzərinə, nə bilim, cürbəcür, bəli, maraqlı belə bir yanaşmalar tətbiq olunurdu və bu mülkiyyət hüququnun tanınması üçün idi. Ancaq bu günləri artıq inkişaf mərhələsi belə gəlib çatıb ki, biz qəbul etdiyimiz, istehlak etdiyimiz qida məhsulunun, xüsusilə heyvan mənşəli qida məhsullarının mənşəyini öyrənmək, həmin heyvanların xəstəliyinin olub-olmamağını, sağlam olmasını və istehlak edəcəyimiz qida məhsulunun təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq mütləq biz onlara xüsusi tanıma nömrəsi verməliyik, işarələməliyik, yəni bununla da onun identikləşdirməliyik, yəni eyniləşdirilməsini təmin etməliyik. Və bu əsas məqsədi ondan ibarətdir ki, heyvanın doğulduğu andan etibarən xəstəlikləri, xəstəlik tarixçəsi, onun müayinəsi, müalicəsi, qəbul etdiyi peyvəndlər və daşınması zamanı izlənilməsi, digər təsərrüfatlarla təmasda olması və əlbəttə ki, qeydiyyatdan keçmiş kəsim məntəqələrində kəsilərkən, baytarlıq nəzarətindən keçərkən bunun hansı cəmdəyin, xəstə bir ətin aşkarlanmasının hansı heyvana məxsus olmağı müəyyən edilir və bunun üçün də identifikasiya mühüm əhəmiyyətə malikdir. Yəni, bir sözlə, identifikasiya heyvanların diaqnostikası, xəstəliklərin diaqnostikası və profilaktikası baxımından önəmlidir.
baytarlıq nəzarətinin əsasını təşkil edir və baytarlıq nəzarəti baytarlıq tədbirlərinin həyata keçirilməsinə xüsusilə effektiv bir nəzarət mexanizmində əsas mühüm bir faktor kimi istifadə olunur. Yavər müəllim, elə nəzarətdən danışdı. Ümumiyyətlə bu prosesə nəzarət mexanizmi necə olacaq? Yəni mərhələlərlə mi olacaq? O örüşdən tutmuş ta mağazalara qədər, marketlərə qədər mi nəzarət olunacaq? Necə olacaq bu proses? Ümumiyyətlə bunun qanunvericilik tərəfi belədir ki, identifikasiya Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir, məcburi tələbdir və hər bir heyvan mülkiyyətçisinin həm iqtisadi, həm də hüquqi məsuliyyətidir. Alıcı üçün nə olacaq? Mən istehlakçıyam, marketdə, necə deyəm, gastronomiya şöbəsindən hansı bir ət məhsulu alacağım. Yəni bu mənə nə verəcək? Mən bunu siz sadaladıqlarınızı izləyə biləcək, daha doğrusu aydınlaşdıra biləcəm ki, bundan hansı bir məlumatlar ala biləcəm, yoxsa bu sadəcə fermerə lazımdır? Siz mağazadan ət alanda... Təbii ki, sahibkar ən şəffaf olanını seçir. Siz mağazadan ət alanda satıcıya ilk verdiyiniz sual nədir? Ət təzədir. Bir. İkinci sual... Nə zaman kəsilir? Nə zaman kəsilir və hansı bölgədən gətirir? Bu sualları cavabını tapmaq üçün artıq sual verməyəcək. İlkin istehlakdan tutmuş, ta süfrəməyə qədər izlənmənin təmin olunmasının əsasını təşkil edən heyvanın identifikasiya nömrəsidir. Yəni o izlənmə o nömrə ilə gəlib ta bizim piş taxtalarımızda ətin üzərindəki QR koda qədər gəlib çatmalıdır. Və bunun üçün bizim hamımız səfərbər olmalıyıq. Heyvanların identifikasiyası işi tamamlanmalıdır və sadəcə olaraq biz prosesin gedişatına nəzarət edib izlənmənin təmin olunmasını nəzarət altında saxlanmalıyıq. Və bununla da istehlakçının hüququ təmin olunur. İstehlakçı əldə etdiyi heyvan mənşəli məhsulların mənşəyi barədə tam dəqiq informasiyanı əldə edir. İstənilən sallaxanadan onda mən qəssabdan bunu tələb edə bilərəm ki, heyvanın o identifikasiyasını mənə təqdim edin. Siz bu günləri istənilən bir ət satışı məntəqəsindən ilk öncə baytarlıq sənədini tələb edə bilərsiniz. Baytarlıq sənədində həmin heyvan haqqında, ət cəmdəyi haqqında məlumat var, onun istehlaki yararlı olmağı haqqında məlumat var və onun üzərində bu ətin hansı dükana, nə vaxt gəlməsi barədə tarixlərdə yazılır. İndi mən sabahları tutaq ki, ət dükanına gedib öz məhəlləmizdə həmin o identifikasiya sənədini tələb edə bilərəmmi? Mütləq şəkildə tələb etməlisiniz və bu sizin hüququnuzdur. Bugün elə yavırmam, həm də bu erkən kəsimlə bağlı məsələlər çox müzakirə olunur. Biz cəmiyyət olaraq da erkən kəsimə üstünlük verənlərdənik, belə deyərdik. Quzu əti olsun. Quzu əti olsun, cavan olsun. Belə görürsünüz ki, çox yeni anadan olmuş quzuları görürsünüz. Onu təqdim etmək daha böyük, sanki sahibkarın, həmin o restoran sahibinin daha məharəti kimi qiymətləndirilir deyərdik. Nüfuzunu artırır. Amma bu identifikasiya sistemi belə halların qarşısını almağa kömək edəcəkmi? Çox sağ olun, çox maraqlı sualdır. Birinci, gəlin məsələnin mahiyyətinə bir kənardan bir müşahidə edək. Biz Qurban bayramı ərəfəsində, ümumiyyətlə qurban kəsəndə hansı heyvanı kəsirik? 6 aydan yuxarı olan heyvanı. Niyə görə? Çünki bizim dinimiz belə buyurur. Mənəviyyatımız belədir. Yəni, körpə doğulmuş, əti hələ formalaşmamış, qida dəyəri olmayan bir ətin heç kimi bir faydası yoxdur. Və o sadəcə olaraq onun bir nəticəsi ola bilər. Ölkədə heyvan baş sayının kəskin azalması, ithhaldan asıllığın təmin olunması. Və bu günləri bizim ənənəvi təsərrüfatlarımızdan olan qoyunçuluğun inkişafı, eyni zamanda ölkədə xırdabuynuzlu heyvanların baş sayının azalması, damazlıq fondunun azalması səbəbi erkən kəsimdir. Və bilirsiniz, biz artıq kampaniya başlatmışıq və bizim dostlarımız bizə qoşulublar və biz bunu bəyan edirik. Buradan da hər bir insan belə bir ətin istehlakına son deməlidir. Biz istehlaka son desək, bazara təklif olmaz. Yəni bu, bu tələb təklif məsələsidir. Əgər tələb olmasa, bazara təklif də olmayacaq. Və biz çalışmalıyıq ki, fermer öz az yaşlı heyvanını kəsmək əvəzinə onu inkişaf yetişdirib, daha baha qiymətə satıb. Bu da bir qədər maarifləndirmədən öncə böyük rol oynayır. Çünki biz adətən belə qəbul eləmişik ki, yəni belə bilirik, belə sanırıq ki, təzə quzu əti daha yeməlidir, onun kababı daha yaxşı olur, amma əslində heyvan genofonuna təsir edir. Ola bilər. Qida dəyəri zəifdir əslində. Əslində mən sizə bir şey deyim. Bizim burada məni eşidən bizim çox dəyərli kənd təsərrüfatı işçilərimiz var.
Onların hamısı bilirlər ki, bu ziyandır və genofonda təsir edir. Birincisi bu ətin dəyəri yoxdur. Qida dəyəri yoxdur. Yəni siz necə hesab edirsiniz? Yəni süddən ayrılmış bir quzu nə qədər dəyərli? Bir qədər də vicdan məsələsidir. Çənəsi yerə dəyməyən, ot yeməyən. Bəli, sözümün çıxışımın əvvəlində dedim ki, burada həm mənəvi bir məsələ də var da, yəni insanlıq da var. Siz təsəvvür edin ki, indi mart ayıdır. Üzr istəyirəm, aprel ayıdır. Mart ayı yekunlaşır. Birinci rübü vermiş. O quzuların doğulan vaxtıdır. Bunun yeyilmə vaxtı yalnız və yalnız payızda ola bilər. Yavrum müəllim, biz daha çox mal-qaradan, yəni quzu ətindən, inək ətindən belə deyək, maldan danışırıq. Bir də var ki, bizdə dəvə əti də var. Daha çox Abşeron yarımadasında da, Novxanı sahillərində bu təklif olunan obyektlərdə. Dəvə əti ümumiyyətlə bizdə kəsilirmi, belə deyək, onların identifikliyi nə dərəcədə təhlil? Yəni bu qədərmi dəvə bizdə çoxdur? Doğru dəvə əti var bizdə. Ölkəmizdə statistikaya baxsaq, dəvələrin sayı heç 400-ə çatmır. Dövlət Statistika Komitəsinin saytından istənilən şəxs girib sayı baxa bilər. Bu bir. İkincisi, qeyd elədik ki, identifikasiya heyvanı ilkin istehsalından tutmuş kəsimə qədər, kəsimdən sonra ictimai iaşə müəssisələrinə və istehlaka verilməsinə qədər izlənməsini təmin edir. Mən bugün tam əminliklə deyə bilərəm ki, dəvələrin bu cür izlənməsi müşahidə olunur. Və məhz bu səbəbdən də bizim agentliyin əməkdaşları tərəfindən qeyd etdiyiniz ərazilərdə olan ictimai iaşə müəssisələrində monitorinq keçiriblər və ətlərin həqiqətən də dəvə əti olmaması müəyyən edir. Və buradan da üzümü belə deyirlər ki, bir qədər şəkər qatırlar adi ətə. Onu deyə bilmərəm. Nə qatırlar o artıq deyil. Onu deyə bilmərəm. Onu deyə bilmərəm. Şəxsən siz də, biz də, mən özüm də zamanında getmişik, oturmuşuq, dəvə adı ilə onu yemişik. Ancaq bu günləri monitorinqlərin nəticəsi necə olur? Bəli, monitorinq nəticəsi onu göstərir ki, belə bir mənalı şəkildə belə bir ətin istehlakı yoxdur. Və son olaraq ümumiyyətlə heyvan sahiblərinə hansı çağırış edərdiniz? Ümumiyyətlə, mən bir dəqiqə vaxtınızı alıb məsələni qeyd eləmək istəyirəm. Birinci identifikasiyanın ən mühüm əhəmiyyəti heyvan xəstəliklərinin yayılmasının qarşısını almaqdır. Məqsəd ondan ibarətdir. Qida təhlükəsizliyi zəncirinin fermadan süfrəyə konsepsiyasının qorunması, qida məhsullarının keyfiyyəti və təhlükəsizliyinə təminatın verilməsidir. Ümumiyyətlə, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvanların baş sayının, dəqiq uçotunun, reyestrinin aparılması bu günləri bizə imkan verə bilər ki, biz hesablaya bilər ki, nə qədər bizim ət fondumuz, belə deyək, heyvan fondumuz var və nə qədər biz ondan ət istehsal eləyə bilərik və əhalini nə qədər təmin eləyə bilərik. Və əlbəttə ki, heyvanlar uğurlanarkən mülkiyyət hüququnun tanınması və eyni zamanda kənd təsərrüfatına dövlət dəstəyi nəticəsində verilən subsidiyaların və aqrar sığortaların bəli, tamamilə doğrudur və sizin sualınıza cavab olaraq sonda üzümü tamaşaçılara tutub deyə bilərəm ki, verilişinizin də adına uyğun olaraq biz deyə bilərik ki, nədən xəbərimiz var? Xəbərimiz ondan var ki, bir, identifikasiya heyvan sağlamlığı və rifahının qorunmasını təmin edir, baytarlıq nəzarətini gücləndirir, qida təhlükəsizliyini təmin edir, hüquqi və iqtisadi məsuliyyəti dəqiqləşdirir və ölkədə təsərrüfatın inkişafına böyük təkan və dəstək verir. Çox sağ olun. Təşəkkür edirik. Bu gözəl suallardan təşəkkür edirik. Studiyamıza gəlib suallarımızı cavab verdiniz.